Azərbaycanda orqan transplantasiyasının yeni erası 2008-ci ildə doktor Mirzəli Kazımın rəhbərliyi ilə olan qaraciyər transplantasiyası əməliyyatından başlamışdır. O zamandan mən bu mərkəzdə fəaliyyət göstərirəm. İndiyə qədər biz 500-dən çox qaraciyər və 1000-dən çox böyrək transplantasiyası əməliyyatları eləmişik. Mən bu komandada donor əməliyyatlarına rəhbərlik edirəm. Dediyim kimi 500-dən çox canlıdan orqan transplantasiya əməliyyatlarında donor əməliyyatlarını mən icra etmişəm. Donor əməliyyatları bu transpantasiya canlıdan, xüsusilə canlıdan transpantasiya əməliyyatında çox həssas bir nöqtədir, çox vacib bir elementdir. Bu əməliyyatların özəlliyi, incəliyi ondan ibarətdir ki, burada donorun həyatı prioritetdir. Əməliyyat zamanı maksimum çalışmaq lazımdır ki, donora heç bir zərər dəyməsin və eyni zamanda da çıxarılacaq qreft yetərin qədər sağlam olmalıdır ki, resipiyentin də həyatı üçün təhlükə yaratmasın və əməliyyatın texniki rahat icra olmasını mümkün eləsin. Biz əməliyyatları açıq, həm qapalı üsulla icra edirik. Donor əməliyyatlarından danışıram. Yəni, böyrək transplantasiya zamanı donor əməliyyatları birmənalı olaraq qapalı laparoskopik icra olunur. Qaraciyər transplantasiyası zamanı isə canlıdan donor əməliyyatları açıq icra olunur. Lakin burada biz 3 cür əməliyyat icra edirik. Sağ pay, sol pay və sol lateral dediyimiz 3 standart əməliyyat var ki, burada da biz sol lateral əməliyyatı bəlkə də bütün MDV məkanında ilk olaraq bizim mərkəzdə biz bunu laparoskopik icra eləmişik. 2 xəstədə laparoskopik icra eləmişik. Kimlər donor ola bilər deyə həmişə sual verilir. Yəni, hüquqi, tibbi, sosial, etik, əqli uyğun olan hər bir kəs donor ola bilər. Bundan ötürü biz müayinələr eləyirik. Donorun hazırlanması özü çox vacib bir hissəsidir bizim işimizin. Çünki əməliyyatın texniki uğurlu olmağı və əməliyyatdan sonra xəstələrin tez sağalması, daha az ağırlaşma ilə sağalması bu donorların hazırlanmasından asılı olan bir şeydir. Donor əməliyyatlarının riski varmı? Var, bəli. Donor əməliyyatlarının da riski var və bütün bu müayinələr və hazırlıqlar hamısı ondan ötürü olur ki, donor əməliyyatlarını biz minimuma endirək. Bu səbəbdən də biz ümumiyyətlə meyitdən transplantasiya əməliyyatlarını tərcih edirik. Yəni, məlumdur ki, son ayda biz Azərbaycanda və bütün Qafqazda ilk olaraq meyitdən transplantasiya əməliyyatını mərkəzimizdə icra elədik. Bu əməliyyatla biz yeni bir səhifə açdıq Azərbaycan səhiyyə tarixində və ümid edirəm ki, gələcək illərdə daha çox meyitdən orqan transplantasiyası əməliyyatlarını icra eləyəcəyik.